Qışa xırçıltılı, içi doldurulmuş biber turşusunu necə hazırladım sizinlə bölüşmək istəyirəm. Kələmi nazik doğramışam, üzərinə sürtkəzdən keçirilmiş kökü, xırda doğranmış qırmızı, yaşıl və 2 ədəd acı bibəri, 2 dəstə cəfəri və zövqə görə xırda doğranmış sarımsağı və duz əlavə edib qarışdırıram. Mən burada turşular üçün nəzərdə tutulmuş yodsuz duzdan istifadə edirəm. Duzu əlavə etdikdən sonra qarışdırmaq lazımdır və mütləq dadına baxın. Əgər duzu azdırsa, biraz da duz əlavə edin. İçliyi hazırladım, yaxşıca qarışdırdım və kənara qoyuram, kələm öz suyunu buraxacaq. Həmin vaxt ərzində mən biberləri təmizləyirəm. Gördüyünüz biberləri təmiz yaxşı yumuşam və bu alətlə içini təmizləyirəm. Təmizlədiyim hər bir bibərin içərisinə yarım çay qaşığı qədər duz töküb çalxalayıram ki, duz hər tərəfinə yayılsın və kənara qoyub biberlərin yumşalmasını gözləmək lazımdır. Kələm öz suyunu buraxıb və bu su bizə lazım olmadığı üçün aşüzənə töküb kələmin suyunu süzürəm və biberlərin içindəki suyu boşaldıb içini içliklə doldururam. İçliyi də sıx doldurmaq lazımdır. Biberlər hazırdır. Balonun içərisinə yığmaq lazımdır. Balonun içərisinə dəfnə yarpağı, sarımsaq və qara dənəvər istiot qoyuram. Biberləri balona sıx-sıx yerləşdirdikdən sonra indi yarıya qədər qaynadılmış soyuq su, qalan yarı hissəsinə isə üzüm sirkəsi əlavə edib qapağını bağlayıram. Balonun altına mütləq qab qoyun, bir neçə gün nəzarət edin, çünki turşuma nəticəsində qapağından su axacaqdır və suyu azaldıqca balona mütləq üzüm sirkəsi əlavə edin və duzuna da fikir verin. Əgər duzu azdırsa, duz əlavə edib üzüm sirkəsi tökün.